bizim istintaq qurumuna Rusiya Federasiyasının səlahiyyətli orqanlarından hər hansı bir məlumat və ya beynəlxalq tapşırıq göndərilməyib. Lakin Rusiya Federasiyasının qurumları hər bir halda ölüm faktı varsa, özdə bu ölüm faktı əməliyyat axtarış fəaliyyətini həyata keçirən bir dövlət qurumunun binasında və yaxud onun nəqliyyat vasitəsində qeydə alınıbsa, bu mütləq araşdırılmalı bir hadisədir və meyitlərlə bağlı bildiyiniz kimi Rusiya Federasiyasında müvafiq ekspertizalar keçirilib. Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiya Federasiyasında olan həmkarlarımız da artıq araşdırmaya başlayıb. Bilirsiniz, bu əməliyyat qurumlarının, əgər dövlət qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində fərqi yoxdur. Dilindən, dinindən, vətəndaşlığından, milliyyətindən asılı olmayaraq hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu xüsusilə ağır bir cinayətdir. Və biz bununla bağlı ilkin dəlillərimizi, sübutlarımızı istintaqçılar toplayıblar və Rusiya Federasiyasının aidiyyatı qurumlarına həmkarlarım da qeyd elədiyi kimi 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq beynəlxalq hüquqi yardım haqqında tapşırıq göndərmişik və həmin tapşırıqda da çox geniş əhatəli biz həmkarlarımızdan səlahiyyətli Rusiya Federasiyasının səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik.